Azərbaycan animasiyası son illər özünə məxsus dili, üslubu və mövzuları ilə formalaşmağa başlayıb. Yerli mədəni motivlər, milli obrazlar və müasir texnologiyalar bu sahədə yeni imkanlar yaradır. Bu yaradıcılıq prosesinin mərkəzində isə ideyanı ekrana daşıyan studiyalar və onları idarə edən insanlar dayanır. Bəs bu işlər necə ərsəyə gəlir? Animasiya filminin arxasında hansı mərhələlər və çətinliklər var? Bu suallara cavab tapmaq üçün Animafilm studiyasının direktoru ilə həmsöhbət olduq. O, studiyanın fəaliyyətindən, gördükləri işlərdən danışdı. Bizim animasiya filmlərimiz müxtəlif animasiya və kino festivallarında iştirak edirlər. Məsələn üçün Hədis animasiya filmi 50-dən çox festivalda iştirak edir, 9 mükafat qazanmışdır. Hətta Annecy dünyanın ən məşhur animasiya festivalında iştirak etmişdir. Bu yaxınlarda Qızılpəri Azərbaycan Milli Kino Peşə ən yaxşı animasiya filmi üzrə qalib olmuşdur bu film. Yəni bizim filmlərimiz festivallarda gedir. Ondan sonra biz onu televiziyada və digər platformalarda yayımlayırıq. İndi isə biz uşaqlar üçün İsi və Piti animasiya serialı üzərində çalışırıq. Rəşid Ağamalıyev hazırda İsi və Piti animasiyasının üzərində çalışdıqlarını bildirdi. Bir balaca uşaq İsi və onun pişiyi Piti haqqındadır. Onlar bütün Azərbaycanı səyahət edirlər və hər regionda yeni peşə öyrənirlər. Beləliklə uşaqlar həm Azərbaycanın mədəniyyəti ilə, şəhərləri ilə tanış olacaqlar. Həmçinin müxtəlif peşələri öyrənəcəklər. Hər bir animasiya layihəsi ideyanın formalaşması ilə başlayır. Bu mərhələdə ssenari yazılır, konsept müəyyənləşdirilir, daha sonra vizual elementlər yaradılır. Animasiya prosesi həyata keçirilir və sonda montaj, səs və effektlər əlavə edilərək layihə tamamlanır. İsi və Pitinin quruluşçu rəssamı Nəzir Naxundova animasiyanın hazırlanması prosesindən danışdı. Mən bu layihə üçün quruluşçu rəssam kimi işləyirəm. Biz bu layihə üçün kitab illüstrasiyanı üslubu seçmişik. Çox maraqlı bir layihə olacaq. Əsas personajı İsidir. Bütün Azərbaycanı gəzir və təzə peşələri öyrənir. Mən bütün fonları, bütün xarakterləri çəkmişəm. Üslub da .ay deyirlər bu üsluba. Çünki bizdə gözlər nöqtə kimidir. Animasiya biraz çətindir, amma çox maraqlıdır. Animasiya sahəsində əldə olunan uğur və nailiyyətlər təkcə yerli deyil, beynəlxalq miqyasda da özünü göstərir. Azərbaycan Animasiya Assosiasiyası olaraq bizim indiyə qədər fəaliyyətlərimizdə festivallar, sərgilər, animasiya festivalları, animasiya sərgiləri, kurslar və bununla bağlı müxtəlif tədbirlər həyata keçirmişik. Və ümumiyyətlə festivallarımız hər zaman beynəlxalq dərəcəli festivallar olub ki, burada bizim filmlərdə nəinki yerli olan digər beynəlxalq festivallarda da, müxtəlif festivallarda dərəcə qazanmış filmlər də iştirak ediblər və təbii ki, müxtəlif mükafatlar qazanıblar. Bizim assosiasiya olaraq filmimiz də artıq assosiasiya tərəfindən istehsal olunub ki, bu Vaqif Səmədoğlunun Bum Bum poeması əsasında, motivlər əsasında istehsal olunan Bum Bum animasiya filmidir. Müxtəlif festivallarda qazanılan mükafatlar, geniş tamaşaçı auditoriyasının marağı, innovativ texnologiyaların tətbiqi, eləcə də yaradılan layihələrin televiziya və rəqəmsal platformalarda uğurla nümayiş olunması bu sahənin davamlı inkişaf etdiyini sübut edir.